Salam dəyərli müəllimlər, axşamınız xeyirli olsun. Necəsiz? Bu gün materiklərin ucqar nöqtələrinin yerləşdiyi ölkə, təbii zona və iqlim haqqında məlumat verməyə çalışacağam. Ümumiyyətlə bu tipli suallardan həm qəbul imtahanlarında, həm də müəllimlərin işə qəbul imtahanında istifadə edilir. Təbii ki, ilk növbədə başlayaq planetimizin ən böyük materiki hesab edilən Avrasiya materikindən. Bildiyimiz kimi, Avrasiya materikinin ucqar şimal nöqtəsi Çelyuskin burnu hesab edilir. Çelyuskin burnu Arktik iqlim qurşağında, Arktik səhralar təbii zonasında yerləşir və yerləşdiyi dövlət Rusiya dövləti hesab edilir. Materikin ucqar şərq nöqtəsi isə təbii ki, Dejinyov burnu hesab edilir. Dejinyov burnu da eyni qaydada Rusiya dövlətinin ərazisində yerləşir, subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasını əhatə edir. Materikin ucqar qərb nöqtəsi isə bir qayda olaraq Portuqaliya dövlətinin ərazisində yerləşir. Portuqaliya ərazisində yerləşən Roka burnu hesab edilir. Subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasını əhatə edir. Materikin ucqar cənub nöqtəsi isə təbii ki, Malaziya dövlətinin ərazisində yerləşən Piay burnu hesab edilir. Ekvatorial iqlim qurşağında rütubətli həmişəyaşıl ekvatorial meşələr təbii zonasını əhatə edir. Bildiyimiz kimi yoldaşlar, Avrasiya materiki bir-birindən fərqləndirilən iki böyük qitəyə bölünür. Avropa və Asiya qitəsi. Avropa qitəsinin ucqar şimal nöqtəsi hesab edilir Nortkin burnu. Nortkin burnu Norveç dövlətinin ərazisində subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasında yerləşir. Avropa qitəsinin ucqar cənub nöqtəsi isə bir qayda olaraq İspaniya dövlətinin ərazisində subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasında yerləşir. Avropanın ucqar şərq nöqtəsi isə təbii ki, hesab edilir Qütb Uralı. Qütb Uralı da bir qayda olaraq təbii ki, Rusiya ərazisində yerləşir və subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasını əhatə edir. Avropanın qərb ucqar nöqtəsi isə Portuqaliya ərazisində eyni qaydada subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasını əhatə edir. Asiya qitəsinin ucqar nöqtələri ilə Avrasiya materikinin ucqar nöqtələri arasında tək bir fərq var. Tək fərq ondan ibarətdir ki, Asiya qitəsinin qərb ucqar nöqtəsi Türkiyə